Bir münasibətin içində əgər qadın deyil də ana olmağı seçmisənsə, orada sən heç vaxt qadın olaraq xoşbəxt ola bilməyəcəksən. Heç vaxt duyğu olaraq heç bir bağın olmayacaqdır. Çünki normalda ana kimdir? İdarə edən, yola verən, tərbiyə edən, böyüdən, bağışlayan, keçən, hər şeyi bir tərəfli şəkildə edən tərəfdir. Münasibət nədir? Münasibət isə bir balansdır. Hər iki tərəfin etməli olduğu yerdir. Nələrisə etməli olduğu yerdir. Əgər sən münasibətində ana olmağı, xilaskar olmağı seçmisənsə, bil ki, sən orada heç vaxt qadın ola bilməyəcəksən. Və bütün bunları bilərək əgər münasibətinə davam edirsənsə, bu artıq sənin öz seçimindir. Çünki münasibət dediyim kimi bir balansın olduğu yerdir. Tərəzinin gözləri kimi. Biri biraz az, biri biraz çox, bəzən digər tərəf az, digər tərəf çox. Necəsə bir-birini tamamlayırlar. Birlikdə inkişaf eləyirlər, birlikdə fədakarlıq göstərirlər, birlikdə nələrisə edirlər, birlikdə keçirlər. Amma ana olmağı seçdiyin münasibətdə heç vaxt qarşı tərəfdən gözləmə. Yorulan da sən olacaqsan, bir gün tükənən də sən olacaqsan. Və şikayət edirsənsə, anla ki, bunun qarşılığı heç vaxt olmayacaqdır. Çünki bunu sən seçmisən.